Bu şeiri neçə dəfə demişəm, mərhum Şəhriyar yazıb. Bizim dahi şairimiz, çox sevilən şairimizdir, Təbrizlidir. Həm də qəribə bir mənəvi paçlığı olub. Bilirsiniz də Mərəşi Nəcəfi onu yuxuda görüb heç tanımırmış. Bu doğrudan da bir kəramətlərdən biri də müasir dövrün. Özü də danışıb bunu. Ki Mərəşi Nəcəfi durur yuxudan, deyir ki, Şəhriyar hansı şairdir, onu çağırın gəlsin, tapın. Deyirlər o Təbrizlidir falan, deyir istəyirəm onunla görüşün. Şəhriyar gəlir, tapırlar, gəlir də böyük alimdir Mərəşi Nəcəfi. Onu dəvət edir. Gəlir, içəri daxil olanda deyir o şeirivi mənim üçün oxu. Əli ey humayi rəhmət, tu ki ayət-i xudara. Başlayır şeiri oxumağa Mərəşi Nəcəfi. Deyir, ağa mən şeiri gecə yazmışam, heç kəs oxumamışam. Deyir ki, mən yuxu gördüm, ona görə səni çağırtdırdım bura. Ki, gördüm məclisdir, Əli əleyhissalam oturub, şairlər şeir deyir. Birdən Həzrət Əli deyir ki, bizim Şəhriyarımızı çağırın, bizim Şəhriyarımızı. Bizim Şəhriyarımızı çağırın deyəndə, sən gəlirsən bu şeiri oxuyursan, mən də hafizə